Herkese selam dostlar. Yeni Kazakistan 3. günü vloguna her biriniz hoş geldiniz. Yine bu defa səhərdən yok. Biraz səhər sayılır 12'ni kesip artık ona göre 3. gün vlog çekim dedim. Artık 2. gün vlogun editini kurtardım. YouTube'a yükledim. Hazırda yükləyirəm. Sonrasında da kafe falan içeceğim. Ve normalde səhərləri videoyu açırdım ancaq artık bilmədim, bugün belə istedim ki günün başlanğıcını kafe aldım. İndi biraz buralarda oyalanacağım. Sonra namaz vaktidir. Sonra da artık səhər yeməyində görüşək. Niyəsə yuxum gelmir, ona göre biraz burada oturacağım. Sonra saat 6'da idman salonu açılacaq, oraya gideceğim. Belki yorularam, onda yuxum gələr. Bilmiyorum. İndi mənzərəni izləyirdim. Tam görsənmir burada ama. Biraz yürüyeceğim. Sonra səhər yeməyi vaxtıdır. Sonra da içərisində indi biraz idman elədim. Aşağı yeməyə düşəcəm. Xeyli turnik, nə bilim, ayaq idmanları falan var idi. Ama çəkmədim, yanımda başqa adamlar var idi. İndi gedir yeməyə. Xeyli yoruldum. Əllərimcə arkadı. Bu kadar bəsdir. Artık gedək. Yemeği götürdük. Tost falan aldım. Şimdi yemeği yiyeceğiz. Sonra bilmiyorum, belki biraz incelerim. Sonrasında da artık çıkacak. Dostlar, indi məscidə geldik. İndi Farabi müzeyine geldik. Təzə müzeydir burada da. İçeri giririk. İkinci mertebeye geldik. Bu ayakları açığı diyeyim, çok bir şey başa düşmedim. Germe videolar ve sesler var. Aha. Bayaqki yerdə deyəsən bizə suallar soruşulurdu, cavab verirdik ama o Kazakistan dilini bilmediğim için başa düşmüyorum.
Bu kadar ilkel bir yerden ben Qazaxıstan tarixi ilə əlaqədar bir şeyler görmək istəyərdim. Biraz fərqli bir müzeydi. Başa düşmədim tam olarak. Mənasında fərqli bir temaya sahibdi ama bilmirəm yani. O kadar milli geyimi olan, tarixi olan. İndi buranın təqülesini görmeye geldik. Kafe falan içəcəyik. Qabaqdan şəhərin yuxarıdan mənzərəsini də göstərim. Burada şehrin yukarıdan görsənişi. Kapıya geldik. Burada diyesen un elemək üçün olan şeydir. Bunun ne olduğunu tam olarak başa düşmedim ama. Burada milli giyimi. Aha. Bu da yəqin ki neyinsə suyunu çıxartmaq üçün olan bir şey. Və içəridə maraqlı. Bəli dostlar, indi sizə Qazaxıstan haqqında qısa məlumatlar vermək istəyirəm. Ərazi olarak çox böyükdür, onsuz da belə Astana şəhərinə belə baxanda. Yəni ərazisi böyükdür, ancaq əhaliyə olaraq əhalisi çox azdır ərazisinə görə. Belə deyim, Türkiyənin 85 milyon əhalisi var. Qazaxıstan Türkiyədən 5 qat böyükdür, amma əhalisi 20 milyondur. Pul vahidi təngedir. Sonra 1991-ci ildə Sovetdən çıxıb müstəqilliyini elan edib. Məsələn, Almatı şəhərinin adının Almatı olmağının səbəbi əvvəllər burada yekə alma bağları olub. Amma öz dilləri Qazaxıstanca və rus dilində burada çox danışırlar. Dostlar, video bura qədər idi. Oradan sonra qonaq getdiyimiz üçün oraları qoymadım. Video izlədiyiniz için teşekkür ederim. Kanala abone olmağı, videoları beğenmeyi unutmayın. Beğendiyse paylaşmayı da unutmayın. Sağ olun, görüşürüz.